Hazır kupçalı, təzə təmirli, gözəl bir 3 otaqlı mənzili sizə təqdim edirəm. Yerləşməsi də yaxşıdır. İnqilabda Asan Xidmətin düz arxasında yerləşir. Dediyim kimi təzə təmirdən çıxıb və təmirdən də sonra yaşayış olunub yığcam 3 otaqlı mənzildir. Mən mənzilin hər bir məlumatlarını, qiymətini sizə nəzərdə çatdıracağam. Siz isə videonun sona qədər izləyin. Mənzil haqqında fikirlərinizi də bizimlə bölüşməyi unutmayın. Və vaxt itirmədən başlayıram mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Girişdə mənzildə ümumiyyətlə döşəmə parketdir. Ümumiyyətlə açıq rənglərdən istifadə olunub, ona görə gözü yormayan bir mənzildir. İşıqlandırmada spotlar, gizli işıq, gözəl alçıpan fiqur yığılıb. Əlavə olaraq burada deməli, bura işıqlar da yerləşdirilib. Mənzil ümumiyyətlə işıqlı mənzildir. Yerləşməni nəzərə çatdırın. Girişdən gəldikdə burada solda mənzilin sanitar qovşaqlardır, ayrı-ayrı yerləşir. Bura mənzilin mətbəxi, bura bir yataq otağı, orada yerləşir deməli mənzilin qonaq otağı, bura isə ikinci yataq otağıdır. Dediyim kimi sənədlər də qaydasındadır, kupça var, ipotekası təsdiqlənmiş, müştərilər də müraciət edə bilərlər. Başlayaq buradan deməli ilk olaraq mənzilin mətbəxindən. Gözəl, yəni bu mənzil üçün kifayət qədər geniş ölçüsü olan bir mənzildir, yəni bu kvadrata uyğun. Yeni mətbəx verilimiz yığılıb, onu nəzərə çatdırın, tam axıra kimidir. İçərisini də göstərim, yəni dərinlik barədə tam təsəvvür yaransın, əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Dediyim kimi, demək olar tam axıra kimidir. Üstü mərmərdə qaz peçi, aspirator bunlar yerləşdirilib. Hazırdır, soyuducun yeri burada nəzərə alınıb. Buranın tavanını göstərim. İşıqlandırma deməli, lüstur, spotlar və buradan mənzilin eyvanına çıxışı var. Mənzildə ümumiyyətlə 2 eyvan var. Birinə bu mətbəxdən və yataq otağından, digərinə isə qonaq otağından çıxış var. Onu da göstərəcəm sizə. Mətbəxdən bu qədər. Keçirik mənzilin sanitar qovşaqlarını sizə göstərim. Dediyim kimi ayrı-ayrıdır, bir yerdə deyil. İçərisi də tam hazır vəziyyətdədir. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Deməli bu hissədə duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. İndi bilməm videodan hiss edirsiniz yoxsa yox. Qara rəngli aksesuarlardan istifadə olunub. Ümumiyyətlə bu hissədə belə gözəl böyük moyladırımız və qranit olan yerlər onu nəzərə çatdırdım ki, isti döşəmə ilə təchiz olunub. Bunun yanında yerləşir mənzilin kiçik sanitar qovşağı. Buranı da göstərim. Tam olaraq dediyim kimi hazırda bütün aksesuarlar yerləşdirilib. Keçək, göstərim sizə mənzilin qonaq otağını bayaq qeyd etdim. Burada yerləşir. Mənzil tam hazırdır, pərdələr, hər bir şey var. Sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Dediyim ikinci eyvana da buradan çıxış var, yəni qonaq otağından. Deməli, burada nəyimiz var? TV stand yığılıb, aşağı hissəsi və sol hissəsi. Şkafdır, bura aksesuarlarınızı yerləşdirə bilərsiniz. Kondisioner qoyulub, hazırdır. Tavan hissədə gözəl lüstrumuz, spotlar, orada təkcə işıqlar yerləşdirilib. Bu hissəyə divan, stol, işte əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədən də masanı yerləşdirmə imkanınız var. Dediyim kimi bayaq qeyd etdim, otaqlara deməli döşəmə parketdir. Keçək deməli yataq otaqlarına. Bir yataq otağı burada yerləşir. Ümumiyyətlə otaqlarda təmirlər aşağı-yuxarı eynidir. Sadəcə mən sizə nəzərdə çatdıracağam yerləşəni. Burada deməli taxtın yeri bu hissədə nəzərə alınıb. Bura dolabınızı yığa bilərsiniz, şkaf yığıla bilər. Yəni dərinlik də çoxdur. Buranın ölçüsü təxmini 1,5 metr, yəni ölçüsü var. Onu nəzərə çatdırın. Onun üçün dərinlik yaxşıdır. Dolabı rahatlıqla yığa bilərsiniz. Keçək, mən sizə göstərim. İkinci yataq otağından sonra mənzilin qiymət, kvadrat məlumatlarını nəzərə çatdıracağam. İkinci yataq otağı da burada yerləşir. Burada da deməli kondisioneri qoyulub. Bayaq dediyim kimi eyvana buradan da çıxış var, hansı ki mətbəxdən də çıxış olan. Burada da yerləşmə belədir. Taxtın yeri burada nəzərə alınıb. Tavan hissəsində ümumi olaraq göstərim. Lüstur, spotlar, gizli işıq, hər bir şey yerləşdirilir. Yəni dediyim kimi mənzil ümumilikdə işıqlı mənzildir. Belə mən demək olar hər şey sizə göstərdim. Keçirik məlumatlara. Yerləşir İnqilabda Asan Xidmətin düz arxasında. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış qanuni 3 otaqlı mənzildir. Deməli, sənədlər qaydasındadır. Çıxarış, yəni kupça var. Ona görə deyirəm, ipotekası təsdiqlənmiş
müştərilər müraciət edə bilərlər. Yerləşir 9-cu mərtəbədə. Ölçüsü 100 kvadratdır və mənzilində start olaraq qiyməti 385 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.